Bu dəfəki macəramız Azərbaycanın gizli incilərindən birinə, Ağsunun Dilman kəndinədir və burada yerləşən eyni adlı şəlaləyə təbiət yürüyüşü eləyəcəyik. Mənim macəram layihəsinin əsas məqsədi ekologiyaya marağı artırmaq, sağlam həyat tərzini təşviq etmək və Azərbaycanın əsrarəngiz təbiətinə olan sevgini gücləndirməkdir. Eyni zamanda mənim macəram layihəsində təbiətdə sağ qalma bacarıqlarının real şəraitdə üsullarını göstəririk. Əziz dostlar, məlumat üçün bildirim ki, Ağsu rayonunun Dilman kəndinə gəlmək üçün Bakı-Şamaxı yolundan istifadə etmək lazımdır. Hal-hazırda təmir-tikinti işlərinin getdiyi bir yolun üzərindəyik. Qarşıdakı körpüyə, Ağsu çayının üzərində yerləşən körpüyə çatmamış, yolun sağında belə bir yol var. Həmin bu yolla Dilman kəndinə getmək mümkündür. Burada yuxarıda tabloda da qeyd olunub, 5 kəndin adı yazılıb. Çox gözəl, güşəli, təbiət mənzərəli bir yerdə yerləşir. Niyaldağ silsiləsinin ətəklərində gözəl, mənzərəli bir yerdə yerləşir. Biz də yolumuza həmin istiqamətdə davam edirik. Hal-hazırda Dilman kəndindəyik və əvvəlcədən razılaşmamıza əsasən məni kəndin mərkəzində kənd bələdiyyəsi üzrə nümayəndələr və kəndin ziyalısı gözləməlidir. Biz onlarla görüşəcəyik. Daha sonra isə marşrutumuza yolsuzluq avtomobilinə davam edəcəyik. İndi isə onları axtarım, tapım. Xoş gördük. Salam. Xoş gəlmişsiniz. Salam. Salam. Xoş gördük. Necəsiz? Sağ olun. Vaxtında çatdım. Gecikmədim. Xeyr. Hər şey qaydasında. Dilman şəlaləsinə gedə bilərik. Bundan sonraki marşrutumuza yolsuzluq avtomobilinə davam edəcəyik. Biz hal-hazırda kəndin mərkəzindəyik. Buradan təxminən neçə kilometr yol gedəcəyik? 3 kilometr. Daha maraqlı, ətraflı söhbətlərimiz maşınla gedə biləcəyimiz son nöqtədə dayanandan sonra sizlə ətraflı danışarıq, öz təlimatlarınızı, məsləhətlərinizi verərsiniz. Daha sonra isə mən macəraya başlayaram. İndi isə vaxt uzatmadan maşına keçək, yolumuza davam edək. Biz gəldik, çatdıq Mələyə Bulağı adlı yerə. Bəli. Artıq maşın da çıxdı, getdi. Buradan sonraki yolumuza piyada davam edəcəyik. İstəyirdim bu bulağın maraqlı bir tarixi varsa, tarixçəsi varsa bu haqda məlumat almaq istəyirdim. Bu qədim tarixə malik bulaqdır. İndi kəndin bir sakini bunu təmir elədi, bərpa elədi. Mələyə Bulağı anasının adı ilə istifadə elə anasının adına ehsan kimi düzəltdi bunu. Bəli. Bunun yayda o qədər sərin su olur ki, elə bir buzxanadan götürürsən su. Yerdən süzülüb çıxan Yerdən sudur. süzülüb çıxan sudur. Ha, yayda bu ətraflarda pikniklər düzəldir, cəmaət qonaq qaralı olur da bura. Çox maraqlı olur. Buralarda ətrafda gəlirlər bura bu bulağın adı ilə burada oturub yeyib içməyə, məsələn, istirahət eləməyə. Çox yerdən qonaqlar gəlir. Deməli, tanınmış bir yerdir Mələyə Bulağı. Mələyə Bulağı. Həmin Dilman şəlaləsinə gedən yolun üzərində yerləşir. Bəli. Bəlkə biz də bir qədər öz su qabımızı dolduraq. Yolda bizə lazım ola bilər su. Artıq suyumu da götürdüm. Rahat yoluma davam edə bilərəm. Şəlalə istiqaməti. Bəli. Sonra da suyumu həmin o şəlalənin təbii, tərtəmiz su ilə dəyişərəm. Eyni zamanda bu buraxılışda biz təbiətdə gəzərkən
suyu əldə eləməyin yollarını da göstəririk. Məsələn, elə bir yer var ki, orada heç bulaq yoxdur. Biz gəldik, çatdıq Dilman şəlaləsinə gedən yolun üzərinə. Burada isə biz kəndin ağsaqqalı Saptay dayı ilə görüşəcəyik. Onun da dəyərli fikirlərini öyrənəcəyik. Xoş gördük. Hoş geldiniz. Hoş geldiniz. Necəsiz? Allah razı olsun. Hoş geldiniz. Yaxşı olasınız. Siz. Kəndin nümayəndələri bizi gətirdi sizinlə görüşə. Dedilər, sizin də bu şəlalə haqqında fikirlərinizi öyrənək, təlimatlarınızı alaq. Biz buradan Dilman şəlaləsi istiqamətinə macəra axtarışına başlayacağıq. Allah aman dilesin. Sağ olun. Tövsiyələriniz nə olar? Bura biraz küləklidir. Danışanda külək adamın Bəli. səsini narahat eşidilir də sonrası. Bəli, bəli. Buyurun keçin içeri. İçeride biraz külək Olmayan yerdə söhbət orada edirik. söhbət edərik. Sonra yolunuza devam ediyorsunuz. Oldu, baş üstə. Başınız var. Keçək. Buyurun. İndi buradan Dilman şəlaləsinə yürüşə başlamaq istəyirik. Siz bu yollara daha çox bələdsiniz. Yəqin ki, çox gedib gəlmişsiniz bu şəlaləyə. Mən bilmək istəyirəm. Mən macəra axtarışına çıxacağam. Ekstremal şəraitdə, ekstremal yolla. Bir qədər ənənəvi marşrutdan kənara çıxaraq bu şəlaləyə getmək istəyirəm. Və eyni zamanda sizdən təlimatlar, məsləhətlər almaq istəyirəm. Mən bu yolda, bu marşrutda hansı çətinliklərlə rastlaşa bilərəm? Qarşıma hansı heyvan çıxa bilər? Qidalanmaq üçün nə tapa bilərəm? Su içmək üçün hardan tapa bilərəm su? Təbii ki, şəlalədə var, amma şəlaləyə qədər hardan tapa bilərəm? Yolumu aza bilərəmmi? Buyurun. Düz ihtimallar hamısı var. Aha. Şəlaləyə yolu buradan da gedir. Belə bağın üstündən də meşədən yol Aha. gedir. Aşağıdan da yol gedir. Elə rahat yol biraz nisbətən indi getmək üçün ora rahatdır. Gələndə aşağı yolla gələrsiniz inşallah. Aha. Meşədə hər heyvan var, vəhşi heyvanlar var. Ayı var, canavar var. Qış yuxusuna getməyib İndi aylar. hava ki xoşdur da. Ola bilər getməsin. Gəzişə də bilir. Şəlalənin arxa tərəfi Şamaxı Arxa tərəfi, ərazisidir. bəli, bax bu Çuxur dağlar, yurd, Pirqulu, hamısı var, Nağaraxana, Nağaraxana. Çuxur yurd, hamısı onlar Şamaxın ərazisi. Çağan kəndi, Qaleqord, Buzdədir. Hamısı bunlar Şamaxın əraziləridir, qonşu kəndlərdir bizi ilə. Bəs assam, əgər yolumu itirsəm, nəyə diqqət edə bilərəm? Siz həmişə hara getsəz, sol çiyinin üstə fırlanır, sağa gəlir. Sol çiyini üstə fırlanıb, sağa gəlim. Fırlandın, həmişə getsən, gün çıxana gələcəksən, düz istiqamətə gedib çıxa bilərsən. Hə, sağa sol gedirsən. çiyinin üstə fırlanıram, sağ tərəfə gedirəm. Bəli, sağınla gedəndə Əgər həmişə yolu itirsəm, itirsən, sol bəli. çiyin üstə fırlanıram, sağ tərəfə davam Hə, edirəm. sağa gedəndə həmişə Bunu yadda saxlayım. hə, Əla. Bəs həmişə işin avandola aydınlığa gedib çıxar. çox sağ olun, var olun, ətraflı məsləhətləriniz üçün. Sizə də uğurlar olsun, Sağ işiniz olun. avand olsun, Allah köməyiniz olsun. Mən də sizin üçün bir dənə qəşəng samavar çayı dəmləyərəm, gəlib içərsiniz. Bəli, çox sağ olun, var olun. Kənd haqqında da məlumat almaq istəyirəm. Bizim kəndin, Dilman kəndinin tarixi çox qədimlərə gedibdir. Yəni o qədim tarixi var Dilman kəndinin. Düzdür, bəzi yerlərdə yazılır 1828-ci ildə bura kəndi yaranıb. Ancaq əslində eləncə deyil. Bizdə Əski kənd deyilən bir ərazi var kəndin lap yaxınlığında. Aha. Orada yol çəkilişi zamanı orada küplərin içində sürtümü çıxırdı da. Demək o küpün içində dəfn olunmuş insanların qəbri idi onlar. Bəli. Beləsinə götürülür, onda gedir bizim kəndin tarixi harasa 4-cü əsrəcən yaxınlaşır. Belə aydın olur ki, kəndin tarixi daha qədimdir. Bəli, bəli. Bu heç də 1828-ci ildən sonraya aid etmək olmaz. Olmaz. Bu tarixi. İstəyirəm indi Cövdət müəllimlə də biraz söhbət edeyim. Kəndin hal-hazırda əhalisi nə qədərdir və kəndin əsas məşğuliyyəti nədən ibarətdir? Bu haqda sizdən məlumat almaq istəyirdim. Dilman kəndi əsasən 3 kəndin birləşib təsərrüfat üstündə qurulub. Ah. Dilman, Xatman, Hacıman.
Dilman, Xatman, Hazman. Bu Birlikdə nə qədər əhalisi var? Bu birlikdə bu kəndlərin 1000-ə yaxın əhalisi var. 1000-ə yaxın. Bu kəndlərin məşğuliyyəti əsasən heyvandarlıqdır, əkinçilikdir, bostançılıqdır. Kənd cəmaatı əsasən bu məşğuliyyətlərdən istifadə edir. Çox sağ olun ətraflı məlumata görə. Eşitmişəm ki, siz yaxşı şairlik bacarığınız da var. Dilman kəndi haqqında maraqlı bir şeir də yazmısınız. O şeiri səsləndirəsiniz. Daha sonra isə mən o şeirin gözəl sədaları altında yürüşmə başlayayım. Deyir, doymaq olmaz belə cənnət diyardan. Baldan da şirindir dadı dilmanın. Açıb el obaya dost qucağını olmayıb heç zaman yadı dilmanın. Cənnət güşəsidir Azərbaycanın, dosta qurban edər ürəyin, canın. Soruşan olanda cənnət ünvanın birinci çəkilir adı dilmanın. Var neçə qasi, hər biri aslan, var neçə şəhidi igid qəhrəman, etdilər vətənə canların qurban. Onlar da ateşi odu dilmanın. Qəşəm vəsb eləsən bu cənnət yeri, bu yerin dünyada yox bərabəri. Var neçə alimin, neçə şairi, tükənməzdir istedad dilmanın. Çox sağ olun, təşəkkür ederim. Çox sağ olun, əla şeir idi. Cənnət məkan, Dilman. Xoş gəlmişsiniz bir daha. Sağ olun. Ağsaqqalla gəlsin, yolu göstərin, mən sizinlə hələlik sağollaşım və təbiət yürüşümə start verim. Burada iki yol var. Biri sağdan, biri soldan. Gedilmişiz zamandır. Sağ olun. Arzulayıram. Çox sağ olun. Təşəkkür edirəm ətraflı məlumatlara görə. Sağ olun. İndi isə mənim macəram piyada davam eləyəcək. Artıq tək deyiləm. Saptay dayının iti də mənimlə yola çıxdı. Yəqin kənardan məni izləyib, görüb ki, macəraya başlayıram. Deyib elə, mən də macərə pərəstəm, gedim ümidlə bu Dilman şəlaləsini gəzim gəlim. Görək axıra qədər bizdən gedə biləcəkmi? Gedək Dilman şəlaləsinə. Ağıllı toxuşsan ha. Gödəkcəmlə biraz ehtiyatlı ol. Təzə veriblər mənə, elə eləyək ki, cırılmasın. Getmək istəyən mənə şəlaləyə, gəl. Getdi, Dilman şəlaləsinə yolumuz davam eləyir. Təxminən hardasa bir 200 metr məsafəni qət eləmişik. Seçdiyimiz yol əsasən enişlərdən ibarətdir. Qayıdarkən isə digər yoldan istifadə edəcəyik. Bura gəlmək istəyirsinizsə, geyiminizə diqqət eləyin. Əsasən də payız, qış aylarına gəlirsinizsə mütləq. Yolda həm qar var, həm palçıq var. Sürüşə bilərsiniz. Yaxşı olar ki, xüsusi vasitələrdən istifadə edəsiniz. Ayaqqabınıza bağlayasınız ki, belə sürüşmə ehtimalı olan yerlərdə ehtiyatla keçin. Çünki operatorun da bayaq sürüşdü, yıxıldı. Və əsas məqam ayaqqabınızdır. Daha sonra isə şalvar və gödəkçəni də mütləq yaxşı seçməyiniz məsləhətdir. Çünki hava həm küləklidir. Bugün çox küləkli bir havanla rastlaşdıq. Külək keçirməz paltarınız olsa daha yaxşı olar. Və eyni zamanda su keçirməyiz olması sizin üçün üstünlükdür. İndi yola davam elədikcə hansı çətinliklər, hansı problemlər varsa onları sizə bildirəcəm. Gəl. Dilman şəlaləsinə gəlmək üçün kəndin mərkəzindən
şəlaləyə qədər hardasa 3 kilometr məsafə var. Bura hardasa bulağa və ya piknik ərazilərinə qədər yolsuzluq avtomobillə gələ bilərsiniz, əsasən qış aylarında. Yay aylarında isə hardasa o ərazilərə də qismən adi maşınlarla gəlmək mümkündür. Sırf şəlalənin biraz yaxınlığına gəlmək istəyirsinizsə, buralara qədər də yenə də yolsuzluq avtomobili ilə gələ bilərsiniz. Çünki izlərdən hiss eləmək olur ki, buralara maşın gəlib. Hardasa təxminən buradan isə şəlaləyə qədər 600 metr bir məsafə var. Eyni zamanda Dilman şəlaləsinə atla da gedə bilərsiniz. Çünki bu yollar imkan verir. Əgər maşın yoxdursa, atla bu yolları qət eləyə bilərsiniz. Dilman kəndi ətrafında olan meşələrdə əsasən palıd, vələs, qoz, fındıq və bu kimi digər ağaclara rast gəlmək mümkündür. Və indi hal-hazırda keçdiyimiz ərazidə sıx meşəliklə örtülüdür. Gözəl görüntüsü var. Yəqin ki, yazda, yayda bir ayrı cür gözəl olur, qışda da bir başqa cür gözəl, möhtəşəm görsənir. Hal-hazırda bu meşəli ərazidən yoluma davam edirəm. Çox gözəl, təmiz, saf havası var. Ciyərlərə bu təmiz havanı çəkdikcə stressdən, yorğunluqdan azad olunursan və özünü daha gümrah və daha sağlam hiss eləməyə başlayırsan. İndiki gənclərə, təbiətdən uzaq düşənlərə buralara gəlməyi tövsiyə edirəm. Gələk, təbiətimizdə gəzək, yeni yerlər kəşf eləyək, yeni macəralar axtaraq. Amma təəssüf ki, bugün gənclərin əksəriyyəti vaxtlarını çayxanalarda, dominoxanalarda keçirir. Əslində mən oraya çayxana da yox, düstüxana deyərdim. Sağlamlıq üçün zərərli olan bir məkanda saatlarla oturub baş ağrıtmaq, boş-boş işlərlə məşğul olmaq sağlamlıq üçün faydasızdır. Və istəməzdim ki, bir çox insan vaxtının böyük bir hissəsini belə-belə yerlərdə keçirsinlər. Onu, həmin insanları bu təbiətə, meşəyə dəvət edirəm və inanıram ki, onlar bir dəfə gələndən sonra yenə də gəlmək istəyəcəklər. Artıq bu ənənəvi bir hala keçəcək və beləcə onlar o pis vərdişlərdən uzaqlaşıb təbiətə sığınacaqlar. Burada isə onlar özlərini tapacaqlar. Çünki təbiətdə olarkən insan özünü tanımağa başlayır. Bilirik ki, təbiətdə gəzməyin insan sağlamlığı üçün olduqca çox faydaları var. Həm ayaq əzəlləri işləyir, qarın əzəlləri işləyir, qollar işləyir, düşünürsən. Bir sözlə, bütün bədən üzvləri burada təbiətlə bir harmoniyada olur. Bu gözəlliyi məncə duymaq və bu təbiətin içində olmaq lazımdır. Yolun üzərinə düşüb bu ağac, yəqin külək gətirib, yolu açaq və bizdən sonra gələnlər üçün də rahat olsun. Çox gözəl mənzərə var, ağacların düzülüşü əladır. Baxdıqca adam doymur bu gözəllikdən. Bayaqdan fikirləşirəm ki, nə yeyə bilərik? Bu aclığımızı qismən yatızdıraq.
Birdən ağlıma gəldi ki, belə bir şeylər çıxır qabağıma. Axı bunlar fıstıq ağacının qozalarıdır. Deməli, burada fıstıq var. Fıstıq varsa, mən fıstıq axtarışına başlayıram. Yerdə çoxlu qozalar tökülüb. İçindən fıstıq tapıb yeyə bilərik. Fıstıq da proteindir, enerjidir. Baxın. Fıstıq. Təəssüf ki, bunu şaxta vurub, içi çürüyüb, bu getdi. Görək bunun içindən nə çıxır. Bunun içində 2 dənə var. Görək bunun içindən. Ayda, təəssüf, bunu da şaxta vurub. Bunu da şaxta vurub axtarışlarımızı davam eləməliyik. Boşdur. Təəssüf, bu da xarab olub. Aha. Ay, 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 ay. Təəssüf, şaxta vurub bunları. Heç birinin içindən çıxmadı. İt də çıxdı, getdi. Gördü ki, bizdə də yemək yoxdur. Dözə bilmədi. Bizi tərk elədi, getdi. Təəssüf. İt bizə bələdçilik eləyirdi. Maraqlı yol yoldaş tapmışdım özümə. Əylənə deyib gülə-gülə yolumuza davam edirdi. Artıq o geriyə qayıtdı. Bizi tərk elədi, getdi. Başımız qarışıb, bura birdən canavarla rastlaşarıq. Kəndin ağsaqqalı dedi, burada hər şeylə rastlaşa bilərsən. İstənilən bir təhlükələ rastlaşma ehtimalın var. Canavarla, hətta ayıyla, baxmayaraq ki, qışdır, qar yağıb. Ola bilər ki, ayıdır, qış yuxusuna getməyib və biz ona rastlaşa bilərik. Fıstıq ağacı Azərbaycanın meşələrinə xas bir ağac növüdür. Bir çox meşələrimizdə fıstıq ağacından rastlaşa bilərik. Mən axtarışları yekunlaşdırmaq məcburiyyətindəyəm. Əslində yaxşı olardı, indiki vəziyyətdə o fıstığın bizə çox xeyri olardı. Bir qədər də enerji vermiş olardı. Tam enerji ilə geridə qayıda bilərdik. Macəramıza davam edə bilərdik. Təbii ki, yenə də davam edəcəyik, amma bu dəfə fıstığsız.